Sual belədir ki, e, gələn il Azərbaycanda vergilərdən bəzi güzəştlərin götürülməsi ölkə iqtisadiyyatına, sahibkarlara və dövlətə təsiri nədən ibarət olacaq? O, ilk növbədə o deməkdir ki, indiyə qədər mövcud olan vergi endirimləri, bəzi vergi endirimləri ləğv edilir, vergilər əvvəlki qaydasına qayıdır. Bəs bunun dövlətə təsiri nədən ibarət olacaq? İlk növbədə dövlətə təsiri ondan ibarətdir ki, azalan neft gəlirləri, resurs gəlirlərinin müqabilində vergi güzəştlərinin ləğvi həmin o itirilən resurs gəlirlərini bir növ kompensasiya eləmiş olur. Və ilk dəfədir ki, Azərbaycanda dövlət büdcəsinin gəlirlərində resurs olmayan gəlirlərin, yəni konkret vergi gəlirlərinin payı 50%-ə çatıbdır. Yəni bu güzəştlərin ləğvi ilk növbədə dövlətin büdcəsinin gəlirlərini artıracaqdır. Və dövlət bu gəlirlərlə infrastruktur layihələrini deməli, inkişaf elətdirəcəkdir. Ən azından. Və yaxud da sosial deməli, layihələri, xəstləmələrini artıra bilər. Bəs bunun sahibkarlara təsiri nə olar? Sahibkarlar təbii ki, burada əvvəlki imkanlarından yararlana bilməyəcəklər və onların vergi yükü artmış olacaq. Azərbaycanda da kiçik və orta sahibkarlığın, yəni KOB-ların əhəmiyyəti bizim kimi, bizim çapda, bizim miqyasda olan ölkələrdə əhəmiyyəti çox böyükdür. Təəssüf ki, KOB-lara ciddi təsir eləyəcəyini düşünürəm. Bəs bunun müsbət tərəfi varmı? Müsbət tərəfi ondan ibarətdir ki, bu ciddi əməl olunsa, rəqabət gücünü artıra bilər uzun müddətli dövrdə, eyni zamanda şəffaflığın da artmasına səbəb ola bilər. Belə.